neçə yemək hazırlamışam. Çünki neçə vaxtdır yemək yemirəm. Hazır bir yemək yemirəm. Kalbası soska ilə dolandım, yumurta ilə yemək pişirdim və saat 1'in yarısı yemək bitdi. Ya 3'ün yarısı bitdi. Yox, 1'in yarısı bitdi. 1'in yarısı pişdi və mən birə qalmış yeyib 2'ye işləmiş falan. 20'ye gidip 3'ün yarısı yatmışam. Bitdiyin yarısında durmaq üçün də 6'dan bir dənə çalırım. İşə gedəcəm, üniversiteye gedəcəm. Üniversite hesab sorulacaq, hesabat istəyəcəklər. Nə eləmişsən? Mən də bilmirəm, nə eləmişəm, nə eləmişəm, amma yanında dur. Onlara yazmalıyam. Sonra Axundova gedib sərbəst işimi, kurs işimi, tezis falan var. Onlara bir əl gəzdirməliyim, göz atmalıyam. Və evə gəlib yeyib yatmalıyam. Ümidvaram ki, bugün akşam rahat yata biləcəm. Problem var ki, sabah yine səhər yemeğini yemişdi 8'e. Bıxdım. Eyni anda həm çirkin, həm yorğun, həm də dərsi falan çox olan biri olmayacağım deyə gedək make-up yiyib tökən gözlərimizi az da olsa kamufle eləməyə. Bu düzəltləri möhtəşəmdir. Deməli dostlar, Bazar Store'da çəkiliş eləməyim qadağan olduğuna görə və mən buna görə töhmət aldığıma görə Bazar Store'un içini çəkə bilməyəcəm. Əfsuslar olsun. Bəli, mən ona görə töhmət almışam. Oysa ki, hamı videomu
Bazar Story etiketleyip necə gözəl video çəkdiyimi demişdi. Bu kıza dəstək olun falan, Bazar Story siması olacaktım oysa. Neyse dostlar. Abşib Bazar Store'dan töhmət aldığıma göre Bazar Store'un içinde çəkiliş edemem ne yani. Max yemək falan yiyib eləyəndə gizlində yani bildirmeden çəkiliş eləyəcəm. Ama böyle çok böyle oh my god video çekemiyorum. Allah beni kahretsin. Düşünün ki video çəkirdim deyə məni işdən çıxarırdılar. Bir yolda mən canımı fəda etmişəm. Töhmətin müddəti var, ümidvaram ki müddət 6 ay müddət tez bitər. Çünki 6 ay töhmətim var ya, işte özdə ekstra ağırlı aparam ki ikinci töhmət alıb işlətməyim. 6 aylıq getmişik sakit sevəcən qız moduna. Allah üzüm yamuldu. Neyse. Deməli dostlar, bura bizim dərnəyimizin otağıdır. Şu an kamera var mı diye baxıram, amma yox imiş. Deməli, gidik göstərim sizə. Sədrimizin stolu, mənim möhtəşəm kompüterim, şəkillər, əsərlər, güzgümüz, lövhəmiz, şəkillər. Bu qədər. Burada bir dənə var. Bəli dostlar, indi də mən tez gəldiyimə görə oturub söhbət yazmalıyım. Vaxta qənaət. Bugün təşkilatda baya danlandıq. Düzmə bir çox danlamasa fakültə rəhbərləri də amma baya danlandıq. Qulağım bərbat nəysə. Heç nə danladığımıza görə suyum süzülə. Gedirəm Axundova, sərvət işlərimi yazmağa.
Amma ilk öncə Park Bulvardan gedim Bazar Store'dan özümə yemək alım. Acından ölürəm. Tuz orada çox bahadır. Çökmüşəm. Tökülür. Zalda yatmamaq üçün özüm zülümlə tutmuşdum. Belə qalmışdım ki, yatmayayım. Utanmasam, nəysə çıxardıb belə gözümü bağlayacağım ki, yəni yatmayayım. Deməli dostlar, rastişka aldıq. Özümüzə nəysə, siz təmizlik də lazımdır. Mən də hijyen. Onlarını aldıq. Və qatıq. İndi meyvə tərəvəz alırıq və gedirik. Bu kadar yeter. Param bitti. Meyvə alın diye düşünüyorum. Neyse yiyemiyorum. Banan da bu aralar yiyə bilmirəm. Üzümün cümlə görürsünüz. Bilməm ki, onun kameraya. Ona göre yiyemiyorum. Şu an bitmişliğim hemen pes edişimin yani son durağıdır da. Ölürəm yorğunçuluqdan. Merhaba dostlar. Bugün endirimde var idi diye telefon saklayabilmem yerden. Endirimdeydi diye Garnier aldım. Yüzümü temizleyeceğim. Temizleyebilsem. Oha. Vay. Yüzüme hiçbir yalnız incitmedi yani. Çok köşeydi. O birisinin yüzümü sürttürdüm. Falan ben cevaplarım sana çok köşeydi. Salam dostlar, necəsiniz? Keçən səfərki günlük vlogumun axırı olmadı. Deməli, bunun da onun ardına birləşdirəcəm. Deməli, mən həmin gün gördüyünüz üzrə çox yorğun idim və yuxusuzluqla ölürdüm. Və videomun sonunda mən sadəcə Garnier'lə üzümü silirəm. Onun axırı yoxdur. Mən Garnier'lə üzümü siləndən sonra yemək yeyib yatıram. Daha doğrusu uzanıram. Bir də ayılıram ki, səhəri günü, səhər tezdən 8-in yarısıdır və mən işə gecikmişəm, 8-də işdə olmalıydım. Yəni belə günlük həyat rutinim. Ümidvaram ki, videonu bəyənmişsiniz, izləməyi, sona qədər izləmişsiniz, hər birə çox təşəkkür edirəm. Aşağıdan takip hissəsinə birində toxunub məni izləyə bilərsiniz. Bildirimləri də atsanız çox sevinərəm. Ümidvaram ki, bəyənmişsiniz. Çox sağ olun, məni izlədiyiniz üçün minnətdaram.